Yuxudan durdum. Baxdım ki 7 manatımın başı ağrıyır. Dedim nağarım, dedim gedim zooparka. Baho, bütün nəsi, köy, əcdad hamısı burada. Tez salamlaşdım, dedim aradan çıxım yoxsa dırdır vurup. Aha, Sultan Süleyman. Hərəminlə yemək yer, tez aradan qaçaq. Azərbaycan kişilərinin maksimum romantiklik halını da görəndən sonra gedirik, həmişə biznes quracam deyib, elə çabalaya qalan qaqaşın yanına. Bir dənə çaqqalımız çatmırdı, sən Allah buradan keç. Siz nə qarsınız? Yağışdan çıxdıq, yağmura düşdü. Bunu vəbşə keç. Şükür. Yenə bunlar aşko kuşko qızlardı, bir şey olmaz. Ərəblərdə hər yerdən çıxır. Nəsə. Aha! Bu da yasa qeybətə gələn, yalanla ağlayan xala deyil. Yenə kimin yazıdır? Bu oradan ağar. Bunda vəbşə dünya vecnə deyil. Günəşlənir öz üçün. Bu bizim kəndin heyvanı. Hamısı itmişdi. Sən demə buradaymış. Qoyun, at da var idi, hardadır. Bu deyil, o da burada. Yaxşı tapıldınız, yoxsa xoş qədəmə çıxırdım. Sən Allah ağlama, bilirik. Su içirsən, kökəlirsən. Qəti heç nə yemirsən. Qəti. Oy. Yazıq. Gəldi buralara, başladı sürünməyə. Bu nə qarşı? Özü üçün günəşlənir. Bu da onu axtarır. Bədbəx, orada günəşlənirsən, nə axtarırsan. Bunları nəri qoymurdu kameraya çıxmağa. Bir tər xəlvət çəkmişəm. Ona görə tez keçək, tez. Bunlar da ərin ayaqlarını yumağa gözləyirlər. Gələr, gözləyin.